Sabunçuda 25 yaşlı Xumar Həsənlini qətlə yetirməkdə ittiham edilən əri Bəxtiyar Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hadisənin baş vermə səbəbi ər və arvad arasındakı qısqanclıq olub. Bəxtiyar Vəliyev yaşadıkları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə marketdən aldığı meyvə bıçağı ilə 11 zərbə vurub. Xumar həm də Bəxtiyarın əmisi qızı olub. Onların evliliklərindən 2 az yaşlı övladları var imiş. Qətlə yetirilən Xumar bir müddət imiş ki, gözəllik salonunda çalışırmış. Ər-arvad arasındakı münasibətlər əvvəl normal olub. Bəxtiyar hadisədən 10 gün əvvəl arvadının başqa şəxslə münasibətinin olmasından şübhələnib. Mən ona telefon işlətməyə icazə vermirdim. Bir gün uşaq mənə dedi ki, anamın telefonu var. Mən də bundan şübhələndim. Başqa şəxslə danışdığını bildim. Hadisə günü uşaqlarla birlikdə Xumarı salondan götürüb evə gəldim. Uşaqlar maşından düşüb evə getdilər. Xumardan telefonu alıb danışdığı şəxsin kim olduğunu soruşdum. Şəklini ona göstərdim. Həmin vaxt telefonda oğlanla əylənən yerdə çəkilən videosu da var idi. Xumar həyəcanlanıb heç nə deyə bilmədi. Maşından düşüb qaçanda arxasınca gedib çatdım. Neçə bıçaq vurduğumu xatırlamıram deyə Bəxtiyar ifadəsində belə bildirib. Onun sözlərinə görə Xumarı vuranda uşaqlar yanında olmayıb. Bəxtiyar əməlindən peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən Bəxtiyar Vəliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.